Naxçıvanda sosial mənzil fondunun genişləndirilməsi istiqamətində daha bir mühüm layihəyə start verilib. Prezident İlham Əliyevin Naxçıvan şəhərinə səfəri çərçivəsində 518 mənzildən ibarət yeni yaşayış kompleksinin də təməli qoyulub. Naxçıvan yaşayış kompleksi Naxçıvan şəhəri Əliqulu Qəmküsar küçəsi və Baybək məhəlləsinin kəsişməsində yerləşir. Bu yaşayış kompleksinin ümumi sahəsi 5 hektara yaxındır. Güzəştli mənzillərin inşasından ibarət olacaq Naxçıvan yaşayış kompleksi ümumilikdə 16 binadan ibarətdir. Bu binalar 6 və 7 mərtəbəli və ümumilikdə 30 girişlidir. Qeyd edim ki, bu yaşayış kompleksində ümumilikdə 518 mənzil inşa olunacaq ki, bunlardan 93-ünün 1 otaqlı, 37-sinin 2 otaqlı, 351-nin 3 otaqlı və 37-sinin 4 otaqlı olması nəzərdə tutulur. Yaşayış kompleksində sakinlərin rahatlığı üçün zəruri infrastruktur yaradılacaq. Burada həm də uşaq bağçasının və digər ictimai iaşə obyektlərinin yaradılması nəzərdə tutulur. Naxçıvanda yeni yaşayış kompleksinin yaradılması yüzlərlə ailənin mənzilə olan tələbatının qarşılanmasına hesablanıb. Lakin layihənin əhəmiyyəti yalnız yeni mənzillərin inşası ilə məhdudlaşmır. Kompleksin sosial və məişət infrastrukturu ilə birlikdə planlaşdırılması burada sakinlərin gündəlik ehtiyaclarını yaşayış ərazisindən kənara çıxmadan qarşılaya bilməsinə imkan verəcək. Beləliklə, yeni kompleks Naxçıvan şəhərində həm yaşayış fondunun genişləndirilməsinə, həm də müasir şəhər mühitinin formalaşdırılmasına xidmət edəcək. Mənzillərlə yanaşı sosial obyektlərin, xidmət sahələrinin və yaşıllıq ərazilərinin yaradılması layihənin əsas xüsusiyyətlərindəndir. Həmid Quliyev, Rafət Kərimov, NTV Xəbər.